çölə çıxanda evin ən gec qapıdan çıxan fərdini görsün. Yox, mən səni çəkmək üçün geyinməmişəm. Özümü Kimsin yıxıldı diye qışqırdı. Nə? Röportda diye. Niyə? Məryəm yıxıldı pilləkənlərdən. Yox, dava qırğın deyil. Sadəcə bugün günə enerjik başlamaq istədim. Şəhriyar çatdır mənim qızımı imtahana. Hamı onu soruşur. Hamı sən soruşur. Gecikmişik. Tez olun. Gecikmişsən aşkım. Evet arkadaşlar, ayın əvvəlini Rabiənin imtahanı ilə açmışıq. Ayın artıq sonlarına yaxınlaşırıq və yenə Rabiənin imtahanı var. Rabiə xanım İstəmirəm. Getmək istəmirəm. Çox pis şeydir. Yok elədim bak kızım. Məncə də. Heç pis şeydir. O da pis şeydir. Stresi, Aşkım yaxşı elə söz demezdi. stresini deyir də, yəni pisdir. Stres stresi yaşayır, pisdir. həyəcan Ha, keçirdir, məsuliyyət hiss eləyir. Uşaq ciddiyə alır ona görə. Ciddi. Mənim çocuğum məsuliyyət hiss eləyir. Yəni geyinib gözəl formasını izləyicilərin gözünə bəxş eləyib bu işığı, bu səhnəni, bu gözəlliyi, bu fonu. Valla gözüm kamaşır. Bayaqdan gücüdən baxıram. Deyəm abi bu senin kızındır. Evet, imtahana Sen- gecikmişik Sen uşaqlar. babaannesin. Sen bu senin kızın. Deyəm bu nasıl oluyor ben babaanne oluyorum. Biz 9'da orada olmalıydıq həyatın 09:00'da. Nəysə, gedirik imtahana, Rabişə aparırıq imtahana. Bugün çox maraqlı bir gün olacaq. İzləməyə davam edin. Səp. Evet, imtahan yerinə gəldik, çatdıq. Rabiənin bədəni orada, ruhu buradadır. Rabia cismen yanımızda olabilir ama ruhen imtihanı hülle mehabbetle. Diyor ki Hülya Afşar yalan değil, ben mehabbetle imtihana yedirəm. Bu mahalle hülle zinadun. Yaxşı, Diyor ki ziyan əsəbləşməyin. değil, fikir eləmək Sən uşağa. dayan, ben sənin tezdən başıma düşdü səsin. Ha, çatdıq Rabiş, düşür. Gel bir xum, geldi. Düşmürəm. muhabbetin- Sən düş aşağı. Aa. Düş. Gel bunu. Evet arkadaşlar. Durun. Rabiənin vəsiqəsini götürək. Məryəm bacısını uğurluyor. Rabiənin heç astreniyası yoxdur. Çox stres keçirdir, Həm həyəcan gecikdim keçirdir. müəllimə üstündə tutulacaq. Uşağım imtihana gecişi bu ilahi. Telefon görsün. Bilahi. Sen kurban. Tez ol da tap da Gözüm vəsiqəni. beni heyecanlandırdın, itirdim. Bayaqdan qışqırırdın. Görsün müəllimə burada telefonu ona verəyim. İndi baxarıq aşkım. Qoy ata bu vəsiqəni tapıb yarıda bilsə bir dənə. Zəfir də. Asladın ki ne edebilir? Yox, əsatın. Məryəm. Yox, Rabiəni ver. Nereden Rabia aktarım bunu? Getdik, qaç Rabiə, qaç Rabiə. Biz telefonu tutarsan. Arkadaşlar balam gitti imtihana heyecandan bağrım çatlatıyor. Bağrım çatlatıyor. Kalan bilmirəm ben balam gelip imtihana. Bakıram bayaqdan deyirəm bu benim balamdır. Benim böyük kazam. Allah sana zihin açıklığı versin. Sen bu imtihanı kazanasın. Bizim toxumumuzda heç imtihan kazanan olmuyor. Bir nebi yok da sen təbcür elə ömrüm. Təbcür elə atanın adın bence ağ vərəqəzi sen yazdırdın bir imtihanda sen de kazandın. Bizim neslimizde heç məktəb okuyan olmuyor. Məktəb görən olmuyor bilahi. Yavrum kızım. Rambişim. Bambişim hamı kışkırırdı Bambi. Ay Allah özümü bir anlık Bambik'te hisseledim. Bambi. Ay Allah. Basmayı alır, ufiliyi alır. Kara haber. Ay Allah. Kara daman. Neyse nasıl çeşti benim palamın. Heç nə. Getmək istəmir deyə itəliyə Attın ona göndərmiş. ya. Ha, sen bilmirsen neyse başında eylesin derse yola salsın şu an. Allah'ım neydi günahım. Sür gedək evə, sür. Evet de. Sən bu bir uşaqların da var elə bil ki, sən sür gedək. Səslər çıxmır. Məsmat. Əsən sən niyə bu gündəsən? Ne bir oturursan? Kraliyev oldu bu. Getdik. Evet arkadaşlar. Çıxdıq yola. Rabiəni imtahandan götürdük. Necə keçdi imtahanı? Şükürlər olsun dostlar. Rabiə tutuldu. Tamam Meryem. Nə olub? Diyorum sen havasını karşı şükürler olsun da.
Əlinlə göstər necə keçdi imtahanın. Ağzı doludur. O necə? Dadlı keçdi. Dadlı keçdi imtahanın. Danışmıram ya. Yaxşı keçdi. Deməli, Rabişi imtahandan götürdü. Aparır indi ona qışqırtma eləməyə. Öncə bu adət ənənə halını aldı. Zarafat edirəm. Deməli, çıxmışıq yola. Gedirik Bakıya. Ama biz siz neylemeyi bilirdim ki monitoring nedir o? Onun kimi kompüterle kesin. YouTube bakın verenlendi. Sevindin. Bu arada bərəqlə. Verək nə? Yaman, Evet, yaman arkadaşlar. keyfin yerindədir ya. Arkadaş yolda bizi görende benden utanmayın. Gelin şekil çektirelim. Yani neden utanıyorsunuz? Utanmıyorsunuz. Siz utanmazsınız. Utanmamalısınız. Uşaqlar, bir dəqiqə. Dayanın, siz necə YouTubersiniz, izləyicilərinizlə maraqlanmırsınız? Ne oldu Ha, size? nasılsınız arkadaşlar? İmtahanınız necə keçib uşaqlar? İmtihanlar nasıl geçti Mektebin çocuklar? hayatında benden görüştüler sonra geldi sizin. Təkcə sən Evet, mektebin hayatında benimle de görüşen çocuklara çoklu selamlar, Selamlar. olsun. Necə keçib imtahanınız? Yaza bildiyiniz rəylərdə yazın, merak ediyorum O şu gün an. olsun üniversitete girersiniz, üniversitete. Amin, amin. Benim bölümde Fatıma adlı kız oturmuştu. Ondan çıxışdı söhbət elədi. Mən pozam verdi. Sağ olsun. Deməli, Bakıya yola çıxmışıq uşaqlar. Gedirik Bakıya, yemək içmək almışıq. Nə almışıq Məryəm? Kalbasa almışıq. Səs qalmış. Kalbasa, doğra, çörək. Yanlış oldu galiba. Nə çipsi? Bırt. Çipsi. Başqa nə almışıq? Bırak, sos. Evet, nəylə başladın yeməyə? Mən nə yedim? Mən kalbasa çörək verin mənə. Kalbasa çörək verin. Yalan bilsən. Mənim öyle kız. Bırt. Pıt pıt alıp da ne yapıyor, ne gülüyorsun? Mənə kalba... Pıt pıt alıp. Mənə kalbasa çörək verin. Ne düşüyorsun? Danışa bilmirəm çünki. Kalbasa çörək verin oradan acam. Az kaldı doğru düştü de onlara. Alça almışıq uşaqlar. Nə boyda alça. Bunlar marketdə olanda maşına qaça-qaça gəldim ki alça yiyeyim. Bu müşrabiyə düşdü dalımca quyruq kimi gəldi. Mənlə bir də alçanı pay elədi. Yazılma et altıyım ben. Sıklandılar. Yani yalan bilsən. Kalbasa çörək vermirsən nə iş bırakırsan? Ben şu anda aslında pozulur. Sən özün nə boydasan da ki əsəblərində olsun. Görmüşsünüz otura bilmirəm. Biri orada çörək. Burada Məryəmi işlədirik. Düz yazıb uşağın. Olmaz, pıt pıt pıtın yesin. Bakın yemirəm. Beş şey Bir yemirəm. dəqiqə gözləyin söz deyirəm. Ne düşkünüsən? Məryəmin qucağına bütün alış-verişi yığmışıq. Uşaq sərdən hamıya hizmət eləyir. Şurada heç kəs heç şey istəməsin Məryəmdən. Bundan sonrası siz yiyin. Məryəm, amma mən istəyə bilərəm, hə? Mənə olar. Getdi, ya Allah, bismillah, çıxaq yola. Deməli, keçmişik alçaya, doğalar yeyildi, kalbasa çörəklər yeyildi. Şəhriyar başımız boyda alça alıb. Duzumuzu göstərin, duzumuzu. Deməli, biz hər yay gələndə maşına o boyda duz qoyuruq ki, alça sezonu bitənə qədər hər maşında alça yeyəndə hazır duzumuz olsun arkadaşlar. Hə, bir də qarğıdalı üçün. Biz də burada özümüzə duz tökmüşük. Baxın, batırıram. Maşından xar-çoxur səs gəlir. Hani bir dənə alçamı yeyə bilməmişəm. Əsəblərim çullanır. Niyə? Qoymurlar ki. Berdana değinir o. Yalandan da danışır da yemir. Altı da cemir bu içine. Çox da Çok da Açın da, ağzını açın da. Benim 100 Küçlər. Gel. Evet çocuklar, geldik Crescent Mall'a. Bəli, Rabia xanım, sizə baxaq bir dənə. Wow, aşkım, o qədər belə qalmaq ehtiyac yoxdur. Şpaqat açma. Əsnad, bu nədir, bu nədir? Ay Allah, qız neşəsi. Əsnadın adını qoymuşam, qız neşəsi. Qısqanmayın, qısqanmayın. Məryəm dünənki qara kombinindən parçaları geyinib. Birimle sakin.
Rabiyə deyir, mənim kombinim nasıl? Xahiş edirəm, uşaqların kombinləri ilə bağlı fikirlərinizi bildirin rəylərdə. İndi daxil oluruq Crescent Mall-a, gedirik gəzməyə. Gəlir. Gəlin buradan. Şəhriyar belə eləyir. Hə. Buradan da qalxış var axı. Hə? Aa. Evet arkadaşlar, kombinlərimizə baxın. Nasıl? Mən özümü göstərməyi unutmuşam. Hamını çəkmişəm, özümü çəkməmişəm. Nasıl gözüküyoruz arkadaşlar? Mən sport verəcəyim. Deməli, daxil olduq mağazaya. Şəhriyarın bir dənə işi var idi. Dəydi ora. Mən girdim mağazaya. Bilirsiniz də biz evimizi dəyişəcəyik. Maraqlı ev əşyalarına baxıram. Görüm bəlkə nəsə qəşəng bir şey tapdıq burada. Bilmək olmaz. Çox soft bir mağazadır. Yəni əsl mənim istədiyim tərzdə ev əşyaları var içəridə. Evet, gəldik festivalın həyətinə. İndi gedirik bizim sevimli məkanımız Cafe Love City'nin yanına. Gedək. Deməli, uşaqlar, hamının diqqəti bura bir dənə zəhmət olmasa. Gəlmişik Cafe Love City'nin stendinə. Nə yeyirsiniz, deyin görək. Düşüneyim biraz. Nə yeyirsiniz? O Əsad bir dəfə çubuq yedi. Bildiğin o çox tatlıdır, ondan istəyirəm. Sən? O kofedə aşkım. İçində də ondan var. Hə, o waffle'dan. Tamam, okey. Baxın da. Bax sən də waffle-a. Bunlar istədiklərini seçsinlər. Yox, mən o çubuqdan qərar. Çubuq. Çubuqdan istəyirsən? Tamam. Zaten sizə tövsiyə edirəm, siz də onu alın. Məryəm, sən nə yeyirsən? Deməli, Əsnad nə istədi? Waffle istədi, düzdür? Rabiyə Əsnadın keçən dəfə yediyindən. Məryəm seçə bilmir hələ. Məryəm, nə yeyirsən? Bilmir. Məryəmə yenə mən seçərəm yəqin ki. Uşaqların şirniyyatlarını aldıq, gəldik. Məryəm, sən özünə nə almısan? Oo, qəşəng. Nuş olsun. Nuş olsun. Necədir dadı? Süperdi. Əsnad, sən nə almısan? Belə waffle almısan, bubble waffle. Çox qəşəngdir. Dadı necədir? Look. İndi Rabiş də özünə bu Krizə girib. Bura bax. Bax aşkım. Bunu götür belə. Bax belə. Sən belə edirsən bro. Bunu belə. Rabiş şirniyyatı yeyə bilmir. Burada həngamə qopub. Tutub şirniyyatı bunu qıza gözün. Gördün, səndə də oldu. Mənim əlimdə. Alı dəydi. Şirniyyatı götürüb belə yemək vazı belə. Ne deyim ama. Küstür abiyə. Mən də özümə bilirsiniz nə şirniyyat almışam uşaqlar. Götür də aşkım. Ay aşkım, zarafat eləyirik. Alacaq özü təmizləyəcək. Şeydir. O götürəcək. Götür gəl. Baxın, mən də özümə belə bir şirniyyat almışam.
Deməli uşaqlar, mən də özümə belə Dubai şokolatı inqrediyentləri ilə göbələk nə idi? Çiyələk aldım. Çiyələkdi, üstündə şokolatlı, üstündə Dubai şokolatının əşyalarıdır. Malzəmələridir. Şeydir, şirniyyatı alandan olsa yaxşıdır. Uşaqlar, butqanın içinə nə boyda kəpənək girdi. Bir qızın köynəyinə qondu, qız reaksiya vermədi. Gördü ya, bunu qorxuda bilmir. Kəpənək getdi o biri qızın düz sifətinə qondu, düz bura belə gözünün içinə. Ayda qız qışqırdı, mən dəli oldum, elə bil mənim üstümə qonmuşdu böcək. Qaçdım qırağa, konsert idi, konsert. Nəysə, salamatçılıqla şirniyyatlarımızı aldıq, çıxdıq. İndi dadına baxın bir dənə mən. Görüm necədir dadı. Bunun dadına baxın, bayaqdan mələklərimlə rastlaşıram. Mənim bilirsizdə balaca qız izləyicilərim var. Biri də gəldi. Evet, sonunda bunun dadına baxıram. Şişli. Göz haqqıma halal eləməyəcəm ha. Əladır dadı. Çox gözəldir. Baxırsan dadına. Hə. Tatlıdır. Çox bəyəndim. Düzgün seçim eləmişəm. Qəşəngdir dadı. Məryəm tualetdən Nihat hanı? Getdi. Ama getdi. Bizi bırakmaya deseydi. Sen biraz Nihat'sın saklayasın. Ben bitirdim. Yemeğin yol tapdı. Hala tapmamışsın. Yok. Ben Yiyip yedim. kutarı be. Yiyip kutarı. Değil şey. Ben yedim bitirdim. Hadi gitmişsin. Oradaydım. O tarafa kaçtım, bu tarafa kaçtım. Ay aman, ay aman. Burada dentist tanıdı. Evet, tanıdı mı? Can. Deməli uşaqlar, Rabiyə qışqırtma eləyirik. VC-yə girib Rabiş gizlənmişik betonun dalında, çıxanda bizi tapa bilməsin deyə. Evet, gizlənmişik, görək çıxıb bizi tapa bilməyəndə nə reaksiya verəcək? Çıxdı uşaqlar, bizi axtarır indi. İndi bizi axtarır orada. Uşaqlar çıxıb bizi axtarır. Çölə çıxıb bizi axtarır. Çölə çıxıb bizi axtarır. Uşaqlar çıxıb görürəm buradan güzgüdən onu çıxıb çölə bizi axtarır. Getdi oturdu orada. Bizi axtarırdın, tapa bilmədin. Kırmızı olursa, Yok korkmadım ekrandan da sen yıkırdın. kıpkırmızı olursa biz bana götürmezdim ki karşımda. Ben gözledim kemi gelsin. Ben yok. Murdu gözledim kemi gelsin. Arkadaşlar Rabiyə getdi o başı, gəldi bu başı, gördü biz yoxuq, oturdu, telefonla başladı bizi axtarma. Malades. Olay yerindən ayrılmadın, aferin. Korktun mu? Qorxmadın. Korksam çok adım telaşa düşende bilmir neylesin. Onca kork. Malades. Məryəm, nə keyfin yoxdur Məryəm? Benim çepim var vallahi. Keyfin var mı? Evet var. Şirniyyatı yedin, bəyəndin. Evet yedim. Bizi tanıyıp. Salam. Deməli uşaqlar, şirniyyatlarımızı yedik, qalxdıq yuxarı. Uşaqlar, sizə də belədir. Bu atızla yola çıxanda raskoda salırsınız, bacardığınız qədər çox yeyirsiniz. sən nə raskoda Bacardığınız qədər götürürsünüz. Nə? neynədik Yox, 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 bura bax. Şirniyyatın üstünə bu deyə bilirsiniz, qızarmış bu. Nə, onların yerinə niyə cavab verirsən? Mən onlardan soruşuram. Şirniyyatın üstünə KFC, McDonald's, nə bilim, abur-cubur yeyə bilirsiniz. Yeməyin üstünə abur-cubur yeyə bilirsiniz. Alça yeyib üstünə sok içə bilirsiniz. Sokun üstünə siz nə idi obursunuz yeyirsiniz? Kalbası çörək yeyə bilirsiniz. Kalbası çörəyin üstünə cipsi yeyə bilirsiniz. Cipsin üstünə xırt-xırt yeyə bilirsiniz. Doğğa içə bilirsiniz. Niyə sən onların yerinə cavab vermə. Sən bizim niyə bütün lokmalarımızı sayırsan ki, başa düşmədim. Yo yo. Yəni burada canlı izləyicilərimizdən var. Buraya. Gəl bura. Problem yoxdur düşürməklə. Sən sokun üstünə cipsi yeyib, cipsin üstünə bu KFC-dən yeyib, KFC-nin üstünə marojna yeyib, marojnanın üstünə sok içib, sokun üstünə sokun üstünə o burada nə idi? Alça yeyib, alçanın üstünə o burada nə idi? Soruş da sualı ver. Yo yo çoxdur da çoxdur. Gör. Üstünə də kırt-kırt yeyə bilərsən. Yox. Yeyə bilməzsən. Amma bunlar yeyirlər. Sən ya.
Senden gizlenmek lazımdı. Yo. Sən də düzdür. Yo, o baba bu yem Yarısını yeyə bilərəm, yarısını yeyə bilərəm. Yarsın yiyə bilərsən. Yo, baba yo, bu zəif danışır. Deyir, hamısını yiyə bilərəm. Amma inanmıram ki, bu yiyə bilər, o yiyə bilməz. Burada ikisi de bizi aldadır inşallah. Amma bunlar üst-üstə gör nə qədər şey yeyiblər, yenə də əl çəkmirlər. Yəni deyirlər ki, gedib biz nəsə al, ata bilsin yeyək. KFC al bizə, KFC. Kimlə gəlibsiniz bura? Dostum anasıyla. Atası ilə? Anasıyla. Bir yerdə gəzməyə gəlmisiniz? Hə. Ha? Hə. Harda nə oynadınız? Nəsə? Biz evdə basketbol oynadık. Sonra gəldik bura, yemək yedik, gəzdik zat. Ölmüsənsə buradayam. Oraya baxma. O yana baxa-baxa fikirlərimi bildirdi uşaq. Amma deyim ki sizə dostlar, mən bunlardan bezmişəm. Əgər kimin imkanı varsa, imkanlı ailələrə üst tuturam. Xahiş edirəm sizə, əziz valideynlər. Kimin imkanı varsa, mənə dəstək olsun, kömək olsunlar. Bizi qonaq eləsinlər, bunlara yemək verib yedizdirsinlər. Mən ucu bezdim. Yoxdur, pul yoxdur. Bunların dərdini deyirəm, ac qalacağam. Necə? Niyə Bura bax, ac qalsın? Sən canı evlə yeyib qıpqırmızıdır. Yaxşı ki yemişəm, yoxsa allıq niyə sürtürəm ki, elə belə qırmızı yanımda. Evet arkadaşlar görüyorsun. Yemekten doymamış, mikrofonu da yesin tam olacaktı. Dostum mən hərəkətlər eləm. Yok, sen encensin. Ne dile encen? Əncən zat deyiləm mən. Ercan, encen. Baba, Dorcal biz buraya inanda maşına hansı hərfdən girdi? Onu bilmirəm. Hansı hərfdən girdi? Bilmirəm. Yenə qarışıq gəzəcəyim. Evet arkadaşlar. Sən KFC alırsan yoxsa yox? Hə. Yok, oy versinler sabah alaram. Yaxşı, uşaqlar, bizə KFC-dən yemək ısmarlasın Şəhriyar yoxsa ısmarlamasın? Bunun cavabını xahiş edirəm, rəylərdə yazın. Amma düzgün yazın. Bir də bax, bugün bizim yediklərimiz var ha. Arkadakılar, siz bütün bugün ərzində yediklərimizi... Bugün ərzində yediklərimizi siz yeyə bilərdiniz yoxsa yox, onu da rəylərdə yazın. Mən şəxsən yeyə bilərdim və də yedim. Sizi yemək yeyəndə gəlin mən çəkim. Onu çəkmişik də, bütün yediklərimizi çəkmişik də. Uşaqlar, yeyə bilərsiniz yoxsa yox, rəylərdə yazın. Biz də yavaş-yavaş gedirik evə. Videonu bəyəndinizsə kanala abunə olub, like atıb, yorum yazmağı unutmayın. Maçı-quçi!